Azərbaycan təhsili çox təəssüflər olsun ki, acınacaqlı vəziyyətdədir. Azərbaycan təhsili Boloniya sistemi ilə köhnə Sovet təhsili sisteminin arasında qalıb. Bir qədər ondan, bir qədər bundan götürməklə təhsili yarımçıq, şikəst bir vəziyyətə gətirib çıxarıb. Bugün Azərbaycan təhsili əlillik dövrünü yaşayır, şikəstlik dövrünü yaşayır. Çünki vahid mövcud olan bir sistem formalaşdıra bilməyiblər. Təhsil haqqında qanun yarımçıq, təhsil haqqında qanunun fəlsəfəsi daha çox deklarativ bəyanatlardan və şüarlardan ibarətdir və istər orta məktəblərdə, istər ali məktəblərdə, istər doktoranturada və istərsə də müəllimlər, təhsil qanununun təbirincə desək, iş verənlər və işə götürənlər və s. bütün bunlar hamısı çox ciddi problemdir. Ən başlıcası, təhsilin fəlsəfəsi məlum deyil. Azərbaycanda heç bir təhsilin fəlsəfəsi nədən ötürüdür, niyədir, bunu niyə formalaşdırırıq, niyə bu dərs vəsaitini tədris edirik, bu mətnləri niyə seçmişik deyə bir anlayış yoxdur. Və bunu bilməyən, mütəxəssis kimi bunu formalaşdıra bilməyən tərəf sadəcə uşaqlara əzbərçiliklə bir terminlər öyrədirlər. Və nəticə gəlir, savadsız və yaxud da dünyanın mövcud durumundan kifayət qədər geridə qalan kadrların yetişməsi ilə nəticələnir. Bir qədər geniş bu istiqamətdə danışsaq və bu istiqaməti bir qədər açsaq, onda mənzərə belə alınır. Azərbaycanda nə təhsilin fəlsəfəsi yoxdur, nə təhsilin nəticəsi yoxdur, nə də təhsil köhnə stereotiplərdən qurtula bilmir. Azərbaycanın çox acınacaqlı vəziyyəti hələ 60-cı illərdən başlamışdı. 60-cı illər təhsili olduqca bərbad idi. Niyə? Çünki elmdən və təhsildən uzaq diplomlu insanlar yetişdirməyə üstünlük verən bir inkubasiya sisteminə keçirdilər sanki. İndi dövlətdə. Və inəyini satan, qoyununu satan, keçisini satan gətirdi uşağını müvafiq olaraq texnikuma, ali məktəblərə qoydu və o adamların böyük əksəriyyəti sonra orta məktəblərə qayıtdı. Orta məktəblərdə kütləvi savadsızlıqlar başladı. Bugün, dünən və gələcəkdə də hətta universitetlərdə ən pis oxuyan, ən az bal toplayan uşaqlar, ən geridə qalmış və yaxud da universiteti çox çətinliklə bitirənlərin böyük əksəriyyəti ən son iş yeri kimi orta məktəblərə baxır və bu orta məktəbin bazası olduqca zəifləyir. Orta məktəbin bazası zəiflədikcə, təbii ki, gələcəkdə abituriyentlərin də, universitet tələbələrinin də bazası zəif olacaq. Sistem bütövlükdə dəyişilməlidir. İlk növbədə orta məktəblərdə dəyişilməlidir. Əvvəla onu qeyd edeyim ki, orta məktəbdəki müəllimlərin səviyyəsi və müəllimlərin maaşı kifayət qədər dəyişdirilməlidir indiki vəziyyətdə və müəllimlər həm dolanışıq etibarı ilə, aldıqları maaşı etibarı ilə, həm yaşayış minimumu etibarı ilə Avropa ölkələrinin standartlarına yaxınlaşdırılmalıdır və müəllimlərin də sayı müvafiq olaraq şagirdlərin ümumi sayına bərabər olmalıdır. Yəni, bir müəllimin neçə şagird tərbiyə etmək, tədris etmək imkanları varsa, o qədər ortaya nümunələr qoyulmalıdır. Çox təəssüflər olsun ki, bu proporsiyalarda pozulur. Bir də görürsünüz, birinci sinifdə 40-42 şagird olur ki, buna da müəllimin faktik olaraq 45 dəqiqəlik dərs saatında diqqət ayırması mümkünsüz. İçər uşağı bir dəqiqə düşmüş. Amma bütün bunlar hamısı sonraki mərhələdə, amma əsas mərhələ nədir? Birinci, biz təhsili niyə alırıq? Təhsil bizə nədən ötürü vacibdir? Orta təhsil, icbari təhsil, orta təhsil və ali təhsil nədən ötürüdür? Ali təhsil mütəxəssis yetişdirməkdən ötürüdür. Normal mütəxəssis yetişdirmək. İcbari təhsil ölkədə savadsızlığın aşağı salınması üçün, ümumi orta təhsil isə ali təhsilə hazırlıq mərhələsi güdməlidir. Bunun üçün birinci növbədə icbari təhsil hamı üçün məcbur olmalıdır və bu təhsildən kənarda qalan kimsəyə imkan verilməməlidir ki, o təhsildən kənarda qalsın. Nə adət-ənənələrə uyğun, nə dini baxışlara uyğun, nə kasıbçılığa, imkansızlığa uyğun. Dövlət bunu tam şəkildə nəzarətdə saxlamalıdır. Bugün çox təəssüflər olsun ki, bir məktəbdə 50-60% qız uşaqları tədrisdə iştirak edirlər ilin əvvəlində. 6-cı, 7-ci sinifdən sonra qız uşaqlarının sayı 35-40%-ə düşür. Çox dəhşətli bir faktordur. Hər bir qız
sonunda anadır və uşaq tərbiyə edəcək, övlad tərbiyə edəcək, onun nə qədər savadlı, dünya görüşlü, təhsilli olması formalaşan və dünyaya gələn uşağın gələcəkdə bu həyatda, bu cəmiyyətin formalaşmasında iştirakını təmin edən ən vacib faktorlardandır. Buna görə də buna olduqca diqqət etməlidir və məcburi, icbari təhsil hamı üçün şərt olmalıdır. Bu təhsildən kimsə yayınmamalıdır. Ümumi təhsildə isə təbii ki, seçim edən və gələcəkdə ali təhsil almaq istəyənlər, ixtisasını artırıb mütəxəssis kimi fəaliyyət göstərmək istəyənlər bu istiqamətdə fəaliyyət göstərməlidir.